Görünən odur ki, müharibə sona yaxınlaşmır Bəli. və bu sualın cavabı olaraq cənab prezident İlham Əliyevin ən son çıxışından bir sitat gətirmək istəyirəm. Əgər sülh müqaviləsi bu şəkildə imzalanacaqsa, deməli bizim xarici siyasətdən anlamadığımız bir şeylər var şəklində bir açıqlama verdi cənab prezident və bu nəyi göstərir? Onu göstərir ki, Ukraynanın torpaq bütünlüyü bütün həm qonşu dövlətlər üçün, həm müstəqil dövlətlər birliyi üçün, həm ümumiyyətlə bütün dünya üçün, ələxüsus Rusiyanın təsiri altında olan Litva, Latviya, Estoniya başda olmaqla, onlar da artıq Avropa Birliyinin ölkələridirlər. Onlar üçün çox vacibdir. Çünki bu müharibənin nəticəsində Ukraynanın torpaq bütünlüyü pozularsa, o deməkdir ki, elə Qafqaz ölkələri daxil olmaqla, başda Avropada olan, Avropa Birliyinə daxil olmuş keçmiş Sovet və yaxud sosialist blok ölkələri olmaqla hamısı təhlükə altına girir. Yəni, sanki Trump öz vədləri ilə, Rusiya ilə deyil, Putinlə yaxınlaşması ilə, yəni Putinlə şəxsi əlaqələri ilə bütün digər ölkələri, ələxüsus Avropa ölkələrini, yəni okeanın ötəsində olan ölkələri Putinin caynağına, Rusiyanın caynağına qurban verir və özünüz həll edin şəklində bir açıqlama verir. NATO-ya münasibətini də Trump'ı çox yaxşı bilirik. Ta keçən prezident müddətindən açıqlama vermişdi ki, NATO sizin üçün, sizin hərbi büdcənizi doldurmağa qadir deyil. Hər kəs öz hərbi büdcəsinə, öz milli büdcəsindən vəsait ayırsın. Və bugünkü Trump o dönəmdə elədiyi açıqlamaların davamını eləyir. Yəni, sanki dünyanı daha da ciddi qütbləşməyə doğru itələyir Trump və bunun üçün də Rusiyanı istifadə edir. Bu ola bilər ki, Çinin təsir qüvvəsini azaltmaq üçün edilir. Çünki bu vergilərdən də başa düşürük ki, Trump Çinin həm ticari, həm ekonomik, siyasi gücünü azaltmağa çalışır və bunun üçün də Çinə ən yaxın dövlət olan, ən çox sərhədi olan Rusiyanı qarşı qoymaq istəyir. Çünki okeanın digər tərəfindəki Amerikanın Çinə qarşı durması biraz qeyri-mümkündür. Bunu sadəcə olaraq öz təyyarə daşıyıcı gəmiləri ilə həyata keçirə bilərdi. Amma Pentagon bir neçə səhər saatlarında bir açıqlama vermişdi ki, Çin öz yeni raketləri ilə yarım saat içində bütün gəmi daşıyıcı, Amerikanın bütün gəmi daşıyıcılarını, yəni avianosiya deyirlər ona, məhv eləyə bilər yeni raketləri ilə. Bütün bunlar nəyi göstərir? Rusiya-Ukrayna müharibəsinin yaxın zamanda nəticələnməsi mümkün deyil. Çünki Ukraynanı Rusiyanın caynağına verməyə razı olan belə bir ölkə sayısı çox deyil. Trump ona razılıq verə bilər. Yəni Trump'ın ona bir qeyri-rəsmi razılıq ola bilər.